Bismillahirrahmanirrahim. Sallallahu aleyke ya Əba Əbdillah. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Aşura, iradlar və həqiqətlər verilişini izləyirsiniz. Biz bu verilişdə hər gün bir Aşura barəsində, Kərbəla haqqında bir iradı, bir sualı qeyd edib və onun haqqında lazımı məlumatları verib və o iradları cavablandıracağıq. Birinci mövzu, İmam Hüseyin əleyhissalam niyə Yezidə beyət etmədi? Kərbəlaya və Aşuraya aid olan ən önəmli məsələlərdən biri də elə budur. Hicrətin 60-cı ilində Muaviyə İbn Əbu Sufyan vəfat etdikdən sonra oğlu Yezid İbn Muaviyə hakimiyyətə gəldi. Bu hicrətin 60-cı ilində baş verən bir hadisə idi. Bu hadisə İslam tarixində mühüm dönüş nöqtəsi idi. Səbəbi də bundan ibarət idi ki, Muaviyə hakimiyyəti şura və ya ictimai razılıq yolu ilə deyil, irsi monarxiya kimi oğluna verdi. Bundan öncə belə bir hadisə baş verməmişdi. Bir çox böyük səhabələr və müsəlman şəxsiyyətləri bu qərara qarşı çıxdılar. Onlardan bəziləri İmam Hüseyin İbn Əli, yəni İmam Hüseyin əleyhissalam ki, bu məsələ, bu qərara əks çıxdı. Həmçinin Abdullah İbn Zübeyir, Abdullah İbn Ömər, Abdullah İbn Əbbas və bir sıra şəxslər bu məsələni açıq-aydın şəkildə tənqid elədilər. Tarixçi Təbəri bu barədə belə yazır. Muaviyə ölümündən əvvəl valilərə məktub göndərərək Yezid üçün beyət almasına əmr etmişdi. Bu barədə sünni qaynaqlarında da və şiə qaynaqlarında da mətləblər vardır. Bu isə İslamın ilk dövrlərində mövcud olan ən azından şura prinsipi, baxmayaraq ki, şiə inancına uyğun da deyil, amma eyni zamanda şura prinsipi ilə də ziddiyyət təşkil edirdi. Yezidin hələ Muaviyə ölməmişdən qabaq Muaviyə tərəfindən ona beyət alınması qəbul olunmaz bir məsələdir. İmam Hüseyin əleyhissalam nə üçün Yezidə beyət eləmədi? Diqqət eləmək lazımdır. Beyət nədir? Beyət sadəcə siyasi razılıq deyil. İslamda beyət hakimiyyəti qanuni şəkildə qəbul etmək mənasındadır və həmçinin ona itaət etməyə söz vermək və onun siyasətini legitim saymaq deməkdir. Yəni, ərəb dilində beyət bu mənadadır. Bu səbəbdən İmam Hüseyin əleyhissalam üçün məsələ sadəcə şəxsi təhlükə deyildi. Məsələ İslamın gələcəyi idi. İslamın gələcəkdə təhlükədə olması məsələsi idi. Bu baxımdan İmam Hüseyin əleyhissalam Yezidə beyət edə bilməzdi. Yezidə beyət edə bilməməyində və etməməyinin səbəbi də Yezidin şəxsiyyətinə qayıdır. Bir çox tarix və hədis mənbələrində Yezidin həyat dərsi ciddi şəkildə tənqid olunmuşdur. Bu barədə tarixçi sünni qaynaqlarından olan İbn Kəsir, yəni öz tarixində Yezid haqqında belə yazır. Yezid açıq-aşkar içki içirdi və əyləncələrə meyilli idi. Bunu Əl-Bidayə və Nihayə kitabında İbn Kəsir yazır. Digər tarixçi Məsudi və bir çox alimlər belə qeyd edirlər ki, Yezidin sarayında musiqi və içki məclisləri keçirilirdi. Məsudi bunu Murucuz Zəhəb kitabında qeyd edir. Bu səbəbdən bir çox alimlər belə hesab edirdilər ki, belə bir şəxsin hakimiyyəti İslamın dəyərləri üçün çox təhlükəli idi. Belə bir şəxsə İmam Hüseyin əleyhissalam kimi bir şəxsiyyət, hansı ki Peyğəmbərin qucağında böyümüşdü və haqq imamı idi, Yezidə beyət edə bilərdi? Təbii ki, yox.
Bu baxımdan İmam Hüseyn əleyhissalamın Yezidin beyətinin müqabilində mövqeyinə biz diqqət edəndə görürük ki, tarixi mənbələrdə də qeyd olunur. Mədinə valisi Vəlid ibn Ütbə İmam Hüseyn əleyhissalamı çağıranda ki, Yezid üçün beyət tələb eləsin, İmam Hüseyn əleyhissalam ona belə cavab verir. Tarixi bir cümlədir. Buyurur ki, misli la yubayu misləh. Mənim kimi bir şəxs, onun kimi bir şəxsə, yəni Yezid kimi bir şəxsə heç vaxt beyət eləməz. Elə ilk öncədən İmam Hüseyn əleyhissalamdan beyət almaq istəyəndə İmam Hüseyn əleyhissalam öz mövqeyini belə göstərir. Bu məsələ tarixi təbərdə də gəlib, Şiə qaynaqlarının hamısında qeyd olunub. Bu cümləyə diqqət edin. Bu cümlə Kərbəla qiyamının demək olar ki, əsas fəlsəfəsini göstərir. Yəni məsələ şəxsi düşmənçilik deyildi. Baxmayaraq ki, Yezid İmam Hüseyn əleyhissalam özünə düşmən bilirdi, Muaviyyə Əli əleyhissalam özünü düşmən bilirdi. Amma İmam Hüseyn əleyhissalamın beyət etməməsi şəxsi düşmənçiliyə görə deyildi. Məsələ həqiqətdə haqq və batil arasında fərq idi. Buna görə İmam Hüseyn əleyhissalam Yezidə beyət eləyə bilməmizdir. Ümumiyyətlə biz diqqət edək, İmam Hüseyn əleyhissalamın qiyamından məqsəd nə idi? Nə üçün İmam Hüseyn əleyhissalam qiyam elədi və Yezidə beyət eləmədi? İmam Hüseyn əleyhissalam öz məqsədini məşhur vəsiyyətində belə izah edir. Muhammed ibn Hənəfiyyə yazdığı o məktubda ki, bir hissəsi bundan ibarətdir. İnni ləm əxruc əşirən və la bətirən və la mufsidən və la zalimə və innəmə xərəctu li tələbil islah fi ümməti cəddi. Mən təkəbbür və ya fəsad üçün qiyam eləmədim. Yezidin əleyhinə təkəbbür edərək, fəsad törədərək bu məqsədlə mən çıxmadım. Mən yalnız babamın ümmətini islah etmək üçün qiyam etdim. Bu İmam Hüseyn əleyhissalamın qiyamının hədəf və məqsədini göstərir. Bu Bihar-ül-Ənvar kitabının 44-cü cildində gəlmişdir. Bu sözlərə biz diqqət edəndə İmam Hüseyn əleyhissalamın bu sözləri göstərir ki, qiyamın məqsədi hakimiyyət əldə etmək deyildi. İslah və haqqın müdafiəsi idi. Hətta biz bunu İmam Hüseyn əleyhissalamın digər kəlamlarında da görə bilərik. İmam Hüseyn əleyhissalamı hədəfini açıqlayanda əmr biməruf kimi, islah kimi, bidətlərin müqabilində dayanmaq kimi açıqlandırır. Sünnəti yenidən dirçəltmək məqsədi ilə. Biz Qur'an-ı Kərimədə müraciət edəndə, Qur'anı prinsiplərə əsasında İmam Hüseyn əleyhissalam Yezidə beyət etməməli idi. Qur'an-ı Kərimdə Allah Teala nə buyurur? Buyurur ki, və lə tərkənu iləl-ləzīnə zələmu. Zalimlara meyl etməyin. Hud surəsinin 113-cü ayəsi. Yezid zalim deyildi məgər? Yezidin hakimiyyətini qəbul etmək bu ayəyə həqiqətdə zid hesab olunurdu. İmam Hüseyn əleyhissalam ki, Qur'anın mücəssəməsidir, natiq Qur'andır, necə zalim bir insana Yezidə meyil göstərib ona beyət edə bilərdi? Başqa bir tərəfdən əmr və məruf və nəhy-i münkər məsələsi. İşarə elədim, həmin vəsiyyətnamənin bir hissəsində İmam buyurur ki, İnni uridu ən amura bil məruf və ənha ənil münkər. İmam Hüseyn əleyhissalamın qiyamının əsas səbəblərindən biri də bu idi. Qur'an-ı Kərim buyurur, Kuntum xayrə ümmətin tə'muruna bil məruf və tənhəvuna ənil münkər. Siz yaxşılığa çağıran və pislikdən çəkindirən ən yaxşı ümmətsiniz. Nə vaxta qədər? O vaxta qədər yaxşılığa əmr edir, pisliklərdən çəkindirirsiniz. Ali-İmran surəsi 110-cu ayə. İmam Hüseyn əleyhissalam bu prinsipi tətbiq edirdi. Yezidin əleyhinə qiyam etmək vasitəsilə və Yezidə beyət etməmək vasitəsilə. İmam Hüseyn əleyhissalam bu kimi şeylərə görə Yezidə beyət eləmədi. Burada mən istəyirəm Peyğəmbər sallallahu əleyhi və səlləmin bir hədisini sizlərin nəzərinə çatdırım. Əziz Peyğəmbərimiz buyururlar ki, Mən rə'a sultanən caira fələm yuğayyir əleyhi. Hər kəs bir zalim padişahı görə, zalimdir. Onun əleyhinə çıxmazsa, kənə haqqan əlallah ən yudxiləhu mədxələ. Allaha haqdır ki, onu elə zalim insandan birlikdə cəhənnəmə daxil eləsin. Yəni, kim zalim hakimi görər və ona qarşı çıxmazsa, Allah onu həmin zalimin aqibətinə şərik edər. Bu tək Şiə qaynaqlarında gəlməyib, Sünni qaynaqlarında da bu hədis var.
Məsələn, nümunə olaraq Müsnəd Əhməd ibn Həmbəldə. Bu hədis İmam Hüseyn əleyhissalamın qiyamının dini əsasını göstərir ki, Peyğəmbər buyurub ki, zalimin kənarında yox, zalimin müqabilində dayanmalısan. Dayanmasan, sənin də aqibətin elə onun kimidir. Əhl-i Beyt imamlarından da bu barədə soruşanda imamların da elə cavabı bu oldu. Məsələn, İmam Sadiq əleyhissalamdan soruşanda ki, İmam Hüseyn əleyhissalam nə üçün beyət eləmədi? Yezidin əleyhinə qiyam elədi. İmam Sadiq əleyhissalam buyurur ki, İmam Hüseyn əleyhissalam İslamı qorumaq üçün qiyam etdi. Bu söz Şiə düşüncəsində Kərbəla qiyamının mahiyyətini açıqlayır. İslamı qorumaq üçün. Yəni İslam xətərdə idi. İmam Hüseyn əleyhissalam qiyam etməsəydi, İslam artıq aradan gedə bilərdi. Başqa bir cəhətdən gələk bu sualı belə hallandıraq. Əgər İmam Hüseyn əleyhissalam beyət etsəydi, nə olardı? Nələr baş verə bilərdi? Əgər İmam Hüseyn əleyhissalam Yezidə beyət etsəydi, yəni Yezidin hakimiyyəti, dini, necə deyərlər, rəng özünə qazanacaqdı. Yəni Yezidin hakimiyyəti də dini bir hakimiyyətdir. İmam Hüseyn əleyhissalam əgər ona beyət etsəydi. 2. İslamın dəyərləri təhrif olunacaqdı. 3. Üməyyə hakimiyyəti din adı ilə Üməyyə hakimiyyəti, şəcəri-i xəbisə, şəcəri-i məlunu olan Üməyyə hakimiyyəti İmam Hüseyn əleyhissalam beyəti ilə möhkəmlənəcəkdi. Bu səbəbdən Kərbəla hadisəsi İslam tarixində həqiqət və zülm arasında sərhəd yaratdı. 1000 illərlə hal-hazırda İmam Hüseyn əleyhissalam xəttinin haqq bir xətt olmağı gözü qabağındadır. İmam Hüseyn əleyhissalamın qiyamının və beyət etməməyinin nəticələri nə oldu? İmam Hüseyn əleyhissalam qiyam etmədi, onun nəticəsində Kərbəla hadisəsi İslam tarixində böyük təsirə malik oldu, böyük bir təsir göstərdi. Bu barədə tarixçi Thomas Carlyle belə yazır ki, Hüseynin şəhadəti göstərdi ki, sayın azlığı həqiqətin zəifliyi demək deyil. Bu, necə deyirlər, müsəlman olmayan bir şəxsi sözüdür. Bu hadisə İslam cəmiyyətini oyatdı. Üməyyə hakimiyyətinin həqiqi simasını bütün müsəlmanlara göstərdi, açıq aydın şəkildə. Haqq uğrunda, həqiqət uğrunda müqavimətin simvoluna çevrildi İmam Hüseyn əleyhissalamın beyət etməməsi və qiyam etməsi. Bu Kərbəla qiyamının nəticələri idi. Nəticə etibarı ilə biz deyə bilərik ki, İmam Hüseynin əleyhissalam Yezidə beyət etməməsinin əsas səbəbləri bunlardan ibarətdir. Ki, bir-bir mən onlara işarə edirəm. Birinci, Yezidin qeyri-ədalətli bir hakimiyyət olması. Yezid ədalətli bir hakim deyildi. Zalim bir hakim idi. Bu səbəbdən İmam Hüseyn əleyhissalam onun müqabilində dayanmalı idi. 2. İslam dəyərlərinin qorunması. İmam Hüseyn əleyhissalam qiyam etməklə, beyət etməməklə İslami dəyərləri qorudu. 3. Qur'ani prinsiplərə sadiqliyin göstərdi. 4. Əmr biməruf və nəhyəz münkər vəzifəsini əməl elədi. 5. İslamın gələcəyini qorumaq üçün Kərbəla hadisəsi göstərdi ki, haqq uğrunda dayanmaq bəzən böyük fədakarlıq tələb edir. İmam Hüseyn əleyhissalamın bu fədakarlığının ən böyük nümunəsini İmam Hüseyn əleyhissalam bu fədakarlığın ən böyük nümunəsini göstərdi. Və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.